Tam dolu diskdən həcmləri 5 MB olan 4 video fayl, həcmləri 3072 KB olan 2 səs faylı silindi. Daha sonra diskə həcmləri 2 MB olan 4 ədəd qrafik fayl yazıldı. Əməliyyatlardan sonra diskdə 50 MB-lıq informasiya qaldı. Diskin həcmini müəyyən edin. Deməli, necə eləyəcəyik? Deyir ki, tam dolu disk, bilmirəm nə qədərdir həcmi və həmin bu diskdən hər birinin həcmi 5 MB olan 4 video fayl silirəm. Yəni 5 vurulsun 4. Daha sonra nə silirik? Həcmləri 3072 KB olan 2 səs faylı, yəni 3072-ni 3 MB kimi göstərsəm, 3 vurulsun 2 kimi göstərirəm. Ümumilikdə biz x megabaytını tapacağımıza görə, yəni artıq ölçü vaidi qeyd eləmirik. Və deyir, sonradan diskə həcmləri 2 MB olan 4 ədəd qrafik fayl yazıldı, yəni 2 vurulsun 4 və sonda deyir ki, bizim bu diskimizdə 50 MB informasiya qaldı. Belə bir tənəlik aldıq, x-i tapırıq, x çıxılsın 20, çıxılsın 6, üstə gəlsin 8 bərabərdir 50-yə. Buradan x çıxılsın 18 bərabərdir 50, x bərabərdir 68 tapırıq. Yəni sualımızın cavabı olur Y variantı. Rum rəqəmləri ilə yazılmış ədəddən sonra gələn ədədi müəyyən edin. Ədədimizi yazaq. Deməli, birinci rəqəmimiz 100. Bilirik ki, rəqəmləri toplaya gedirik. Üstə gəlinsin. Baxırıq ki, 10 verib, ondan sonra 100 verib. Demək, bu ikisi bir yerdə bizə nə verəcək? Yəni 100 çıxılsın 10 verəcək. Çünki kiçik rəqəm böyükdən solda yerləşirsə çıxacaq. Daha sonra üzərinə gəlirəm. Görürəm, burada 1 verib və yanında yenə 10 verib. Yəni, kiçik rəqəm böyükdən solda gəldiyinə görə yazacağım 10 çıxılsın 1. Və buradan alırıq 100, üstə gəldi 90, üstə gəldi 9, yəni 199. Bizdən soruşulan həmin ədəddən sonra gələn ədəd, həmin ədəddən sonra gələn 200-dür və 200-ü də 2 ədəd C şəklində yazırıq. Yəni, cavabımız olur C variantı. Mətn faylı ASCII standartından Unicode standartına keçirdikdə həcmi 160 bit artdı. Mətnin ilkin həcmini müəyyən edin. Düsturumuz Q bərabərdir K vur i-dir. Burada i-ni yerinə ASCII-də, yəni Q ASCII bərabər olur K vurulsun i ASCII, yəni 8 bit. Q Unicode isə bərabər olur K vurulsun i Unicode, yəni 16 bitə. Bizə deyir ki, ASCII-dən Unicode keçəndə həcmi 160 bit artıb. Yəni Q ASCII üstə gəlir 160 bit. Burada artıq bitləri yazmamışdıq. Gəlin qeyd edək ki, qarşılıq olmasın. Bərabərdir Q Unicode-a. Yerinə yazdıqda Q ASCII-in yerinə yazacağıq. K vur 8 bit. Üstə gəl 160 bit. Bərabərdir K vur 16 bit. Yəni 8K üstə gəl 160 bərabərdir 16K-ya. Buradan 8K bərabərdir 160 alırıq. K isə 20 tapırıq. Yəni mətnimizdə cəmi 20 simvol var. Və gətirib K-nın yerinə 20-ni yazsaq, alacaq elə 160 bit və ya 20 bayt. Baxırıq cavablarımızda 160 bit yoxsa 20 bayt var. 20 bayt qeyd olunub B variantında. Sualımızın cavabı olur B variantı. 16 sayı sisteminə verilmiş ədədi 8-ci sayı sisteminə ifadə edin. Biz bilirik ki, 16 sayı sistemini 8-ci sayı sisteminə keçmək üçün ilk öncə ikilik sayı sisteminə keçməliyik. Hər bir rəqəmin ikilikdəki qarşılığını yazaq. C üçün yazacağıq 1, 1, 0, 0, F üçün 1, 1, 1, 1 və digər F üçün isə yenə 4 ədəd 1 yazaraq ikilikdə tapırıq. Daha sonra 8-ci keçirmək üçün sağdan sola 3 ayırırıq. Və hər bir üçlüyü 8-ci sayı sistemində qarşılığını yazırıq. Deməli, 1, 1, 0 bizdə 6 olacaq, 0, 1, 1, 3 olacaq və 3 ədəd 1 isə 7-ni bizə ifadə edir. Yəni, cavabımız olacaq 6, 3, 7, 7, 8-ci sayı sistemində. ASCII standartında kodlaşdırılmış hər sətrində 32 simvol və hər səhifəsində 64 sətr olan 256 səhifəlik mətn faylının yaddaşda tutduğu həcmi müəyyən edin. Düsturumuz Q bərabərdir K vurulsun i olacaq. Burada i bizdə ASCII standartında olduğuna görə 8 bit ifadə edəcəyik. K-nın yerinə isə yazaq K bərabərdir 256 səhifə var. Hər səhifədə 64 sətr var və hər sətirdə də 32 simvol var. Yəni simvollarımın sayını müəyyən edirəm. Bu deyir 2 üstü 8 vur 2 üstü 6 vur 2 üstü 5. Yəni 2 üstü 19
simvol. 2 bərabər olacaq. 2 üstü 19 simvol vurulsun 8 bitə, yəni 2 üstü 3 bitə. Buradan da alırıq 2 üstü 22 bit. Və 2 üstü 22 biti baxırıq ki, kilobayt və yaxud da megabayt nə ifadə edərək, nə edəcəyik? Kilobayt nə ifadə etmək üçün 2 üstü 13-ə böləcəm. Buradan da 2 üstü 9 kilobayt alacam. Yəni 5 sonki kilobayt almış olacam. 5 sonki kilobayt D variantındadır. Cavabımız olur D variantı. Onluq sayı sistemində bərabərsizliyini ödəyən neçə ədəd var? Gəlin hər bir ədədi ilk öncə onluq sayı sisteminə çevirək. Yazaq. 15 8-likdədir. Onluq sayı sisteminə çevirdikdə 1 vur 8 üstü 1 üstə gəl. 5 vur 8 üstə 0, yəni 13 alırıq. Digəri isə 22 16-lıqda alırıq. 2 vur 16 üstü 1 üstə gəl. 2 vur 16 üstü 0, yəni 34 alırıq. Demək ki, bizdən soruşulan 13, x və 34-dür. Bərabərsizliyi həll etmək üçün necə edirik? 34 çıxılsın 13, çıxılsın 1. Buradan da 20 tapmış oluruq. Yəni sualımızın cavabı olur Y variantı. Ötürmə sürəti 8 megabit saniyə olan bağlantı ilə 120 megabaytlıq informasiyanı neçə dəqiqəyə ötürmək olar? Düsturumuz Q bərabərdir V vur T. Burada Q bərabər olur 120 megabayta. V bərabərdir 8 megabit böl saniyə vurulsun T-yə. Bizdən soruşulan T-dir. Baxaq ki, T nəyə bərabər olur? T bərabər olacaq 120 megabayt bölünsün 8 megabit vur saniyə olacaq. Burada baxırıq ki, ölçü baytlar fərqlidir. 1 megabayt, digər megabitdir. Ən yaxşısı megabiti megabayta çevirərəm. T olacaq 120 megabayt böl 1 megabayt. Çünki 8 megabit 1 megabaytdır. Vur saniyə. Burada megabaytlar ixtisar gedir. Yerdə qalır 120 saniyə. Bizdən soruşulan neçə dəqiqəyə ötürmək olar? 120-ni də 60-a böləcəm. Tapacam ki 2 dəqiqədir. Yəni sualımızın cavabı olur D variantı. Bərabərlikdən x-i müəyyən edin. İlk öncə fərqli say sistemlərini verildiğine görə hər bir ədədi gətiririk onluq say sisteminə. Yazaq. 126 7-likdə onluq say sistemini çevirmək üçün 0-1-2 yazaraq yazacağıq. Deməli 1 vur 7-nin kvadratı üstə gəl. 2 vur 7 üstü 1 üstə gəl. 6 vur 7 üstü 0. Buradan da 69 onluq say sistemində alacağıq. Daha sonra 112 4-lükdə 0-1-2 yazaraq yenidən onluq say sistemini çeviririk. Olacaq 1 vur 4-ün kvadratı üstə gəl. 1 vur 4 üstü 1 üstə gəl. 2 vur 4 üstü 0. Buradan da 22 almış olacaq. Hər ikisinin cəmi, yəni 69 üstə gəl 22-nin cəmi bizə 91-i verəcək onluq say sistemində. Daha sonra baxırıq ki, biz bunu 6-lıq say sisteminə çevirməliyik. Ona görə 91-i 6-ya böləcəm. Alınan qalığımız 1. Daha sonra 15-i 6-ya böləcəm 2. Alınan qalığımız 3. Və alınan qalıqları sağdan sola düzəcəm. Alacam 231, yəni 2, 3, 1. 6-lıq say sistemində. Sualımızın cavabı olacaq B variantı. Hansı nümunədə informasiyanın etibarlılıq xassəsi pozulmuşdur? Etibarlılıq xassəsi bir neçə mənbədən aldığımız məlumat üst-üstə düşərsə və yaxud da ki, rəsmi mənbədən aldığımız məlumatlar etibarlı sayılırdı. Burada baxırıq ki, A variantında Əli Facebookda yazılmış sabah məktəblər tətildir cümləsinə görə təsir getmədi. Əli informasiyanın hansı mənbədən, hansı etibarlı mənbədən alındığına baxmadan dərsə getmədi. Burada da etibarlılıq xassəsi pozulmuş olur. Yəni sualımızın cavabı olur A variantı. İfadəni çəkici say sistemində ifadə edin. İlk öncə gəlin bu ifadəni ikilik say sistemini göstərək. Yəni 2-nin qüvvət çəkini göstərək. 128 üçün 2 üstü 7, 64-ə 2 üstü 6, 32 2 üstü 5, 16 2 üstü 4, 4 2 üstü 2, 2 üçün 2 üstü 1, 1 üçün isə 2 üstü 0 yazacağıq. Və qüvvəti böyükdən kiçiyə hər birinin qarşısındakı əmsalı ədədi yazacağıq. 207-nin qarşısında bizdə 1 görsənir. Yəni 207 qarşısında 1 var. 6, 1, 5-də 1, 4-də 1. 2 üstü 3 olmadığına görə 0 yazırıq. 2 üstü 2 üçün 1, 2 üstü 1 üçün 1 və 2 üstü 0 üçün
1 qeyd edirik və aldığımız nəticə bizdə ikili say sistemindəki ədəd olur. Daha sonra bunu 8-yə çevirmək üçün 3 ayıraram. Bura yenidən bir 0 artırırıq. Və hər bir üçlüyün 8-ci say sistemində qarşılığını yazırıq. Alacağıq 3, 6, 7. 8-ci say sistemində. Sualımızın cavabı olacaq D variantı. Hesablayın. Baxarıq ki, variantlarda hamısı kilobaytlandır. Ona görə bu ifadəni ölçü vasitənin hər birini kilobayta gətirərəm. 128 kilobit 2/7 kilobitdir. Qeyd edək ki, ilk öncə 2-nin qüvvət çəkini göstərək. Üstə gəlinsin 2/10 bayt. Üstə gəlinsin 64 olduğu kimi saxlayaq. Üstə gəlinsin 0,125 megabayta 4/1 megabayt yazaq. Daha sonra yeniyəcək 207 kilobitim olacaq 2/4 kilobayt. Çünki 2/3-ə bölürük kilobayta çevirmək üçün. Üstə gəlinsin 210 baytı kilobayta çevirmək üçün 210-a böləcəm. 1 kilobayt alacam. 64 kilobaytı olduğu kimi saxlayıram. Megabaytı 210 kilobayt kimi göstərsəm, o zaman burada 208 kilobayt almış olacam. Və aldığımız nəticə 16 kilobayt, üstə gəl 1 kilobayt, üstə gəlinsin 64 kilobayt, üstə gəlinsin 256 kilobayt. Buradan da nəticə olaraq 337 kilobayt almış oluruq. Sualımızın cavabı olur A variantı. Ailənin universitetə razılaşmaq üçün 5 qrupdan birini seçməsi özündə ən az neçə bit informasiya daşıyır. Burada müxtəlif variantların sayını biz n kimi qəbul edirik, yəni n 5-ə bərabərdir və baxacağıq ki, bu n 2 neçə kimi göstərə bilərik. Düsturumuz nə idi? N bərabərdir 2/i. 5 2-nin qüvvəti olmadığına görə 5 2/3-dən kiçik olduğuna görə ən yaxın 2-nin qüvvəti 5-dən sonra 2/3-dür. Ona görə də n-i 2/3 qəbul edirik. Və burada da bizdə i 3 olur və sualımızın cavabı da A variantı olmuş olur. Yəni hər bir qrupu 3 bitlə biz kodlaşdıra bilirik. 6 bitlə ən çox hansı sayda simvolu kodlaşdırmaq olar? Burada 6 bit bizdə i olur və bizdən soruşulan n-dir. N də bərabərdir 2/i, yəni 2/6 və 64 tapmış oluruq. Yəni sualımızın cavabı olur C variantı. İnsan tərəfindən qəbul edilən informasiya növlərini müəyyən edin. Biz bilirik ki, insan duyğu orqanları ilə informasiyanı qəbul edə bilir. Burada duyğu orqanlarına qəbul edə bildiyimiz informasiya taktil və səs informasiyasıdır. Yəni sualımızın cavabı olur Y variantı. Müəllim sınaqdakı sualları şagirdlərə izah etdi. Cümləsində müəllim üçün informasiyanın hansı prosesi baş vermişdir? Belə deyək, müəllim sınaqdakı sualları şagirdlərə ötürdü. Yəni müəllim nə edib? İnformasiyanı şagirdlərə ötürüb ki, onlar qəbul edib. Burada müəllim üçün informasiyanın ötürmə prosesi baş vermişdir. Yəni sualımızın cavabı olur C variantı.